Bu məşhur əhvalat var, bilirsiniz, deyir. Bir padişah çağırdı 2 nəfər münəccimi. Birindən soruşdu ki, belə bir yuxu görmüşəm. Yuxunu yoz mənim üçün. Münəccim qulaq astı yuxuya, qulaq astı. Dedi, şah sağ olsun. Sənin qardaşın öləcək, arvadın öləcək, bacın öləcək, oğlun öləcək, qızın öləcək, sən öləcəksən. Dedi, hə, qırdı bizi. Vurun bunun boynunu. Vurdular boynunu. O biri münəccim gördü aqibəti. Dedi, şah dedi ki, sən indi bu yuxunu yoz. Görə bax, o birini nə qoydu. Dedi, şah sağ olsun, bu yuxunun yozması budur ki, sən bütün nəslindən çox yaşayacaqsın. Dedi, ha, bax, bu yaxşıdır, düz deyil. Eyni sözdür, ha, eyni sözdür. Odur ki, Zavadi Amulağa buyurur ki, 2 dəfə mütaliə elə, 1, nə deyəcəm, 2, necə deyəcəm. Ona görə də bizim sözümüzdə, dilimizdə bir naqislik olsa, bir düzgün hədəfə vurmamaq olsa, Allah bağışlasın, siz də bağışlayın inşallah. Nisa surəsinin 122-ci ayəsi belə başlayır. Əuzu billahi minəşşeytanirracim. Bismillahirrahmanirrahim. Vəllezîne âmenû. İman gətirən şəxslər. Yəni bizlər iman gətirmişik də İslam'a. Və amilus salihati. Və salih əməl eləyənlər. Da indi inşallah bizlər. Özümü tanıdığım kimi sizi tanımıram. İndi özümlə götürsəm, yox. İndi siz yəqin ki, elə olarsınız, yaxşı olarsınız. Nə olacaq iman gətirənlər, salih əməl eləyənlər? Ümumiyyətlə, iman gətirməklə adam cənnətə getməz. Allah təvəkküldür iman gətirmiş şəxsin cənnətə getməsi. Niyə? Çünki o Allah ki, səndən namaz istəmir, oruc istəmir, günahları tərk etmək istəmir, ibadət istəmir, cihad istəmir, həcc istəmir, əmr məruf istəmir, nəhyəz münkər istəmir. Deyirlə, məni qəbul edə istədiyi və elə, nə Peyğəmbərin sözünə qulaq as, nə imamın sözünə, nə müştəhidin sözünə, elə nə istədin qazan, nə istədin xəcdə, harada istədin qazan, harada istədin xəcdə. Bu Allahı qəbul eləməyə nə var? Ona iman getirməyə nə var? Ona görə Quran-ı Kərimdə həmişə müjdə verilib, cənnət vədi verilib, iman gətirib salih əməl edənlərə. Salih əməl yəni ləyaqətli əməl. İman gətirib ləyaqətli əməllər edənlərə. Tək iman yox. Tək ləyaqətli əməl də yox. Çünki bir nəfərin imanı yoxdursa, tutalım bir həkimdir, bunun dini imanı yoxdur. Elə belə cəmaata xidmət edir. Sabahları gələcək qiyamət gündə, görəcək, aha, Allah var imiş, qiyamət var imiş. Mən savab eləmişəm, nə savab eləmişsən? Yox da, axı, sən bizi qəbul eləməmişsən, sən Allahı qəbul eləməmişsən, sən cənnəti, cəhənnəmi deyirdin ki, boş şeydir, oradan gələn yoxdur. İndi görürsən, var deyirsən, mən savab ver. Yoxdur, axırı mən eləmişəm də, niyə eləmişsən? Vicdanın rahat olsun. Rahatdır vicdanın. Sardır, sağ ol. Ay cəmaat, bu vicdanı rahat oldu. Sonra? Biraz, o adam ki, deyir, mən vicdanımın rahatlığı üçün yaxşı adam oluram, o adam egoistdir. Elhamdülillah. O adam egoistdir, xudbindir, xudpəsənddir. Ucbəhlidir o adam, özündən razıdır. Yəni, ay Allah, sənin göstərişlərin mən çox məsuliyyətdə hesab eləmirəm özümü sənin göstərişlərimin qarşısında. Vicdanın narahat olmasın, on yerə bu yaxşılıq eləyirəm. Rahat oldu vicdanın dünyada, nə istəyirsən məndən? Nə istəyirsən məndən? Cənnət, cəhənnəm qəbul eləmirdin ki. Ona görə də həm iman, həm salih əməl ikisi birgə olmalıdır. Onda nə olacaq? Sənudxiluhum, tezliklə daxil edəcəyik onları cənnatin, cənnətlərə, behiştlərə, bağlara, tezliklə. İndi biz deyərik ki, tezliklə nə deyək, nə qədər yaşayırıq. Amma
buradan çıxanda ağsaqqaldan soruşun, keçmiş dövrü vək baxsam 60-70 il. Nə qədər? Bu göl qırpımında gəldim. Onu deyir də Allah tezliklə. Vaxtında siz də biləcəksiniz ki, çox tez keçir. Çox tezdir. Çox qısadır vaxt. Tezliklə daxil edəcəyik cənnətlərə. Necədir o cənnətlər? Təcri min təxtihəl ənhar, çaylar axır o cənnətlərdən. Xalidinə fiyhə əbədə, əbədi oradadılar. Doğrudan çıxdı yoxdur. Oldu mələklər kimi, mələk haçan doğulur, haçan öləcək. Əbədi. İnsan da olacaq əbədi. Arada isə buyurur ki, vədəllahi haqqən. Allahın vədəsi haqdır ha. Mən sizə nağıl danışmıram. Mən sizə yalandan vədə vermirəm. Mən sizə aldatmıram. Mən Allah deyirəm, yaxşı, iman gətirib yaxşı əməl eləyəni cənnətə aparacam. Deməli, aparacam vədəllahi həqqa. Yəni, kimsə deyər ki, əşi, yox, birdən eləmədir. Və mən əstəqu minəllahi qilə. Allahdan düz danışanı tanıyırsa göstər. Kimdir Allahdan düz danışan? Nəinki Allahdan düz danışan? Düz danışanı tap ki, ömrünün əvvəlinə, axıra kimi otursun, papağını qoysun başına. Məsələn, 100 il yaşayıb bu adam. Baxsın öz tarixinə. Desin ki, ay Allah, sənə min şükür olsun. 100 il ömrümdə, indi onun 15 ilin çıx. 85 il ömrümdə bir dəfə yalan danışmamışım. Nəhəng düzlük. Kimdə var? Hələ Allah Teala buyurur ki, və mən əstəqu minəllah qilə, ən düzləri gətirin, Əbu Zəri gətirin, başqalarını gətirin ortalığı, peyğəmbərləri, hamısından düz Allahdır. Niyə? Çünki mən sənə vədə verib, yaxşılıq eləmək istəyərəm. Deyərəm ki, mən sənin üçün bunu eləyəcəm. Sonra imkanım çatmaz eləməyə. Orada yalancı çıxa bilərəm. Amma Allahın imkanı həmişə hər şeyə çatır. Allah qocalmır. Ardıca buyurur ki, bir mənası budur, hayən. Ki, mən ki, dedim, kim iman gətirsə, salih əməlləsə, cənnət edəcək. Sizi kimsə aldatmasın, ha? Kef elə, günahım mənim boynuma, Allah kərimdir, inşallah. Buyurur, ləysə bi əmaniyyikum. Sizin arzularınızla iş görmürəm, ha, mən. Hə, öləcək, qəbrə düşəcək. Nəkirlə münkər əleyhiməssalam gələcəklər haqq hesab eləməyə. Bir də görəcək İmam Hüseyin İslam gəldi. Dedi ki, düzdür, sən yalan danışmısan, söymüsən, qeybət eləmirsən, namazı qəzaya vermirsən, adam öldürmürsən, araq içmirsən, araq satmırsan. Amma sən çox ağlamısan, mən xoşum gəlsən. Bu sizin arzularınız da deyil, ha. Mən Allah ki dedim, İman və salih əməl, bu iman və salih əməlin içində düzdür İmam Hüseyin ağa ayaqlamaq var, İmam Rıza ağanı ziyarət eləmək var, Həd, Kərbəla, Məşəd, əleyhissalatu vəssalam var. Amma bu əməl olmalıdır böyündə, yəni arzu ilə deyil, ləysə bi əmaniyyikum, inşallah, maşallah, Allah kərimdir, arzu ilə deyil. Və la əmaniyyə əhl-i kitab. Kitab əhlinin, xristiyanların, yahudilərin, nə bilim, ateşpərəstlərin də arzusu ilə deyil. Allah bizə bir də nə? Estağfurullah, çıtma vurur ha burada. Deyir, xristiyanlar, yahudilər, kitab əhli deyəndə ki, ay keşiş gələ bu pulu mənə cənnətdə yer al. Siz onları gülürsünüz, deyirsiniz, ha, bura baxır, bunlar ələ salablar. O arzulardan sizdə də var, ha. O arzulardan sizdə də var, ha. Düzdür, siz rəsmi üzrətdə pul vermirsiniz. Amma elə gəldim, sinəmi partlatdım İmam Hüseyin ağanın məclisində. Yəni, Allah Teala bu qana görə məni cəhənnəmə atmaz ki. Əgər Allah Teala sırf, yalnız, təkcə, məhz, ancaq İmam Hüseyin ağaya ağlamaq üçün insanı cəhənnəmə atmazdısa, Zeynəb-i Kubra salamünəleyhdən nəql olunur ki, gördüm biri, zalimlərdən biri qarət eləyir, ağlayır. Niyə qarət eləyir? Niyə ağlayırsan deyir ki, əhl-i beytə baxır, nə gündə
Niyə götürürsən bəs? O bir gəlib də alıb götürəcək o. O da ağlayırdı. Onu da aparsın da cənnətə. Yəni, tək ağlamaqla deyil. Mən ki, bu günləri İmam Hüseyin ağam məclisində ağlayıram, hacıyam, Kərbəlayam, Məşədiyəm, nəyəm, titullarım düzülüb, sertifikatlarım düzülüb ora. İndi buradan çıxdım, getdim, dedilər ki, məsələn, qonşu deyir ki, mənim yetimlərim var da, bu çəpəri bu yandan niyə çəkmirsən, birazdan qələt eləyir. Sən də qarət elədin İmam Hüseynin balasını. Arxayın ol, haqqı tapdanmış hər bir müsəlman İmam Hüseynin balasıdır. İmam Hüseyin o kişinin oğludur ki, eşitdi ki, Beytülmala zəmanət qoyub, girov qoyub qızı, Əl-İslamın qızı. Girov qoyub bir boyun bağı götürür. Tez araşdırın, dedilər, sənin qızını götürür. Gətirin, danışın, görün, nə olur? Xəzinədə deyir ki, girov qoyub. Dedi, ged al qaytar qoy yerinə, müsəlmanların malını haqqın yoxdur. Girov kimi verəsən. Əgər girov qoymasaydı, əlim kəsəcəkdim ki, oğurluq eləmişsin. Yəni, onların nəzərində mənim balam, sənin balan yoxdur. Onların nəzərində haqq var. Mənim balam haqdırsa 2 qat sevirəm. Mənim balam haqdırsa 2 qat ona cəza verəcəm. Sən mənim balamsan axı. O, Babəkin filmində deyir, mənə çox şiirət tutmaq olardı, mən dulusçu bir kişinin oğlu, amma sən Babəkin oğluydu. Ona görə seyidlərin savabı da 2 qatdır, günahı da 2 qatdır. Ona görə mollaların savabı da 2 qatdır. Bunu deyəndə ağlamağım gəlir, günahı da 2 qatdır. Buyurur, ləysə bi əmaniyikum, sizin arzularınızdan deyil. Və la əmaniyyə əhli kitab əhlinin də arzularından deyilsin, gülürsüz olaraq, deyilsin bunlara bax. Arasillər deyirlər ki, İsa Peyğəmbər bizim günahımızı uyacaq, sən də deyirsən ki, İmam Hüseyin günahımı uyacaq. Düzdür ki, İmam Hüseyin ağa ağlayan möminlə, İmam Hüseyin ağaya ağlamayan müminin yerlə göylə də fərqdir. Deyir, bir alim deyir ki, deyirlər, sən nə yaman başladın birdən-birə İmam Hüseyin ağanın məclislərində belə can dildən iştirak eləməyə, müştehid idi, alim idi. Dedi, mən bir yuxu gördüm, qiyamətdir. Yadımda qalan bu cür dəhmələr. Mümkündür, bəzi detallar yadımdan çıxır. Yuxu gördüm, qiyamətdir, məhşərdir də, hər öz hayındadır, millət ağlaşma, qışqırıq. Da, ay Allah, necə çağıracaqsan? Allahdır da vuran. Bu günə qədər deyirdi, məni çağır, heç kəs qoymaram səni vursun. Sən dedin, yox, özüm bilərəm. İndi çağırsan, ay Allah, deyir, nədir? Vuran mənəm, nəyi düz eləmirəm? Hasan sən zülm elədir? Əmə Rabbikə bidəllahu millil avid. Allahın sənin Rəbbin zalim deyil, bəndələrə verir. Nəyi düz eləməmişəm? Gördüm qırğında dayıb, hərə can hayında, haqq hesab, mələklə, qırğın qiyamət. Gördüm ki, dayanıb İmam Sadiq əleyhissalam ruhanilər, tələbələri bir-bir haqq hesab eləyib keçirir. Sən ki, mənim əbamı atmışdın çiynivə, mənim minbərimdə otururdun. Deyəndə deyirlər, İmam Sadiq məzhəbinin tələbəsidir, İmam Sadiq elminin təbliğatçısıdır. Gəl, də görüm neynəmiz. De gördüm ki, açı, buradan heç keçə bilmir, haqq hesab çəkir, nə qədər çəkir? Keçmək olmur. Ay Allah, mən neynəyəcəm? Növbədir. Baxdı, yuxu görürüm. Baxdım, gözüm o tərəfdə rahat keçir cəmaat. Yaxınlaşım gördüm ki, İmam Hüseyin ağa dayanır, əleyhissalatü vəssalam. Onun xalis, arif əzadarları elə əllərin döyə-döyə keçirlər, sinələrin döyə-döyə rahat keçirlər. Qaçdın, qoşuldum anda istəsin. Mən də belə burada keçdim, deyəcəm. İndi bir yuxudur, hər halda ibrətamiz yuxudur, ondan sonra başladı. Bu öz yerində, amma necə? Axı İmam Hüseyinə ağlayan, onun meyarlarına, onun İmam Hüseyin ağa tayfa davası üçün getmişdi. İmam Hüseyin ağa getmişdi, məzlumun haqqını tapdalanmasınlar. Sən gedib məzlumun haqqını tapdıyırsan, deyirsən, yəni İmam Hüseyin ağa Yezidi, Şimri, Ömər Sədi çağıracaq ki, gəlin Rüqəyyənin halını verin, haqqını verin. Səni çağırmayacaq ki, o uşaqlar ki, ac qoyumsa onların haqqını verir. Səni çağırmayacaq ki, o ki, sən aldadırsan, satırsan, o da balalarını çörək yaparır. Haqqını, bunları soruşmayacaq. Onda İmam Hüseynin nə fəziləti əleyhissalatü vəssalam.
Ciddi olmaq lazım. Ayrıca buyurur ki, nə sizin arzularınızdan mən iş görürəm, nə kitab əhlinin arzularına iş görürəm. Mən yə'məl su'ən. Kim bir dənə pis iş görsə, yudsə bih, cəzasını verəcək. Sən ölməli utanmır. Dayı, bacıoğlu, qohum yoxdur. Şəfaət o deyil ki, siz fikirləşirsiniz, orada deyəcək, ağa, mən səni çox. Şəfaət budur ki, sən xalis mömin olmamısan, yəni ən super möminədə olmamısan, amma heyifdir sən cəhənnəmə aparmaq. Sən iman əhli olursan. Bir işləyən günahın mani olur. İmam, Peyğəmbər, şəhid, alim, məscid, Quran şəfaət edəcək, o qalan hissəni bərpa edəcək, göndərəcək cənnətə məsələn. 1/3 məsələn bıraxılacaqsa məsələn. Şəfaət budur. Şəfaət bu deyil ki, istədiyini elə Allah kərim, belə şəfaət yox. Mən yə'məl su'ən yudsə bih. Kim pis iş görsə cəzasını alacaq. Konkret. Bu pis iş görən, istər sən mən olun, istər əhl-i beytdən olsun, istər səhabələrdən olsun, istər Peyğəmbərin arvadı olsun, istər Peyğəmbərin qaynatası olsun, istər Peyğəmbərin qaynanası olsun, istər Peyğəmbər özü olsun. Təəccüblüdür. O qardaşlarımız ki deyirlər, Peyğəmbər sallallahu aleyhi və səlləm Həzrəti Fatimə salamun aleyhaya buyurdu ki, qızım, birdən fikirləşmə, mən Peyğəmbər qızıyam, məni rahat cənnətə buraxacaqlar. Hətta sən də Allahın dediklərini eləməsən, məndən qiyamət günü bir şey istəməm. Bunu deyir, sonra deyir ki, o adamlar ki, ağacın altında beyət eləyiblər, nə günah eləsələr Allah bağışlayacaq. Peyğəmbərin qızı olmaq, Peyğəmbərə daha yaxın olmalıdır, ya səhabəsi olmaq. Quran belə demir. Quran deyir, mən yə'məl su'ən, kim pis iş görsə, demir, filan kəslər istisnadır. Kim, hər kim, yudsə bih, cəzasını olacaq. Və lə yəcid ləhu min dunillahi vəliyyən və lə nəsirə. Allahdan başqa bir nəfər yardım eləyə bilməyəcək ona. Yəni, deyərsən ki, bəs şəfaətçilər, Allah özü onu buyurub ki, İlla bir izni, Allahın izni ilə şəfaət eləmək olacaq. O da Allahın izni ilədir. O da Allah tərəfindəndir. Ona görə buyurur ki, və la yəcid ləhu min dunillahi vəliyyən və la nəsirə. Köməyə yardımcısı olmayacaq. Adicə buyurur, və mən yə'məl minəs salihat. Sizlərdən kim salih əməl eləsə? Min zəkərin, istər kişi olsun, əv unsa, qadın olsun. Kişi salih əməl eləyən olsun, qadın salih əməl eləyən olsun. Bir şərti də var əlavə, əvvəldə demişdi. Və huvə mu'minun, bir halda ki, iman olsun. Yəni, imanın yoxdur, yaxşı iş görürsən, Allah canını sağ eləsin, bu qədər, sağ ol. Sağ ol qədər. Sən niyə bu qədər canı dildən İmam Hüseyin ağa məclisini keçirirdin, istəyirdin cəmaat izinlə ki, maşallah, bu olmasa bizim məclislərimiz. Buna görə edirdin. Cəmaat dedi, bunu sənə demədi. Dedi, nə istəyirsən? Nə istəyirsən, mənə vermirsən malı. Allah buyurur ki, malı mənə ver, heç kəsi nəzərə alma. Sən vermirsən. Deyirsən ki, yox, sənə verirəm, ay Allah, filan kəs də yaxşı olun, bu da görsün. Yaxşı olandır, mən elə şirkət qəbul eləmir, mən elə şəriklik qəbul eləmir. Nə olacaq ki, mömin halda kişi və ya qadın salih əməl eləsə nə olacaq? Fəulaikə yədxulunəl cənnətə, bunları cənnətə daxil edəcəm. Və la yudləmunə nəqirə, zərrə qədər onların haqqını pozmayacaq. Zərrə qədər haqqını yeməyəcəm. Yəni, mən ki, düşünürəm, bura baxı, filan kəs elə mənə zülm eləyir, mən onu cavab verə bilmirəm. Ay Allah, sən haradasan, niyə bilirsən? Deyir, ay, nə qışqırırsan? Mali kul qədər haqqı yeməyəcəm səni. Əgər o səni qoymayıb yaşamağa, əvəzini orada verəcəm. O səni qoymayıb, rahat bıraxmayıb, əvəzini orada verəcəm. Necə verəcək? Onu kesin dəfə dedik də. Dedi ki, bura. Nə ətirimsən? Namaz, oruc, cihad, xum, zəkat, bu adam nurdur. Fəxr nəyəcək? Ay Allah, bunlar gətirmişəm. Deyir, tələsmə. Filan kəs gətirin. Sən bunu zülm eləmişsən, haqqın yemişsən. Filan kəs nə istəyirsən?
Versin əməllərindən. Hədisdir, verəcək. Qutardı Allah, yox, filan ki sən də gəl. Sən bunun qeybətini eləmişsən. Hə. Biraz da buna ver. Belə əməllər qutardı. Gözcə biri də gəlir, hədisdir. Allah, mən neyəcəm, nə verəcəm buna? Deyəcəksin, 10 günahları yıxacaq sən boynuma. Belədir haqqınız. Haqqınız belədir. Allah ikisinin haqqını pozmayacaq. Bu nə deməkdir? Bu o deməkdir ki, zalım, zülm eləyirsən, çox xod getmə. Zərrə qeyd olunur kamera ilə. Zərrə. Qayı radarından dəqiqdir. Küçələrdəki radarlardan, kameralardan dəqiqdir. Kamera qoyurlar otaqlara, güdürlər insanlara, telefonlara qulaq asırlar. Ondan dəqiqdir. O adam ki, mənim telefonuma qulaq asır, görür mənə bir dənə yerdən vurum, xəbəri yoxdur öz telefonuna. Minlərlə adam, mələk, peyğəmbər, imam, başladı Allah qulaq asırlar bunun telefonu. Ondan xəbəri yoxdur. O elə bir şey, bilirsən mənim nə imkanları var? Mən istənilər adamı, lüboy adamı, deyək ki, sağlar. Yuxarıda sən fürsət vermirlər, sənə kef eləyəsən. Günahı çoxaldırsan bədbəxt. Yığışdır özünü. Dünya belə yetməyəcək. Öləndən sonra sənin bütün bu qayda qanunların hesab. Sən ki, mərdimazarlıq edib birinin evini yıxırsan, güdürsən onu. Sən elə yerci və salam qutardaşı yox. Sənin özünü sən kimlər güdür? Sağda soldaşı bələklər güdür. Boş şeydir, mən görmürəm. Mən də sən görmürəm, mən gidəndə. Mən də deyə bilirəm boş şeydir. Amma sən bilirsən boş şey deyil. O mələk də bilir ki, boş şey deyil. Ardıca buyurur ki, sizə yaxşı yol öyrədim də, sizə pik nöqtəsini öyrədim, ən zirvəni öyrədim, ona uyğun əməl eləyin. وَمَنْ أَحْسَنُ دِينًا Kimdir ən yaxşı dinə sahib? Mimmən əsləmə və şəhulillah və hüvə muhsinun və təbəə millətə İbrahimə hənifə. 3 dənə xasiyyət sayır. Deyir ki, o adam ki, özünü təslim edib Allaha. Təpədən dırnağa təslim edib Allaha. İhsan eləyən adamdır. Ədalətdən yuxarıdır, insafdan yuxarıdır. İbrahim Əleyhisselamın getdiyi yolu tərzi tamamilə gedir. O adamdan yaxşı din sahibi kimdir göstərin mənə. Yəni istəyirsən biləsən neyniyim, baba elə. İbrahim neynirdi? Deyir, İbrahim belə idi. Elə məqama çatmışdı ki, vəttəxədəllahu İbrahimə xəlilə. Allah təala İbrahimi dost seçmişdir. Yəni Allahla dost. Yəni barış Allahla. Küsmə Allahdan. Allahla barışmaq lazımdır. Təəssüf ki, həyatın gedişatı bizi çox məst edir. Həddən artıq. Mən bu sözləri deyirəm, deyə də fikirləşirəm ki, güvən mənə nə qədər təsir edəcək, eşidənlərə nə qədər təsir edəcək. Amma heyf. Yaşad oluruq, çatmır bizə də çatmır. Elə bil ki, o bir dənə divar çəkiblər bizimlə, bu din arasında, Allahla, Allahın dərgahında çatmır bizə ki, ay kişi, sən Allahı qoy qırağa, əstəğfirullah, qiyamət zadı qoy qırağa. Bu reallıqdan real şey var ki, sən öləcəksən. Ölməyəcəksən, qardaş. Dünən filan kəsin 3-ündən gəlmirdin. O bir gün filan kəsin 7-sindən gəlmirdin. O bir gün filan kəsin 40-ından gəlmirdin. Ölməyəcəksən. Hərdən mən fikirləşirəm, bu Suriyada uşaqların başlarını kəsirlər, bu Allah lənət eləmişdir. Fələstində hakeza, İraqda. Sonra gəlib evdə baxıram körpə uşağı. Deyirəm, o uşaqların da atası baxırdı belə uşağına. İndi bu uşağın başını kəsib yetsələr mən yanına, mən necə olarım? Onda deyirəm ki, bu gedim bir dənə dua edeyim Suriye üçün, İraq üçün, Qarabağ üçün, Fələstin üçün. Ay Allah, bu zalimların kökün kəs qoyub rahat yaşasın məzlumlar. Fikirləşmək lazımdır. Fikirləşmək lazımdır, ayıq olmaq lazımdır. Qəflət bizi məhv eləyir. Məni də məhv eləyir, sizi də məhv eləyir. Qəflət bəladır da.
Gələk əl-ələ verək, qoymayaq ki, qəflət aramızı soyutsun, bizim dini həmkarlığımızı aradan aparsın ki, ayə var Quran-ı Kərimdə Təavənu aləl birri və təqva və la təavənu aləl ismi vəl udvan. Həmkarlıq eləyin yaxşı adam olmaq üçün, təqvalı adam olmaq üçün. Həmkarlıq eləyin ehsan üçün, yaxşılıq üçün. Həmkarlıq eləməyin mərdimazarlıq üçün. Həmkarlıq eləməyin ədavət üçün, həmkarlıq eləməyin düşmənçilik üçün. Allah Teala bizi şeytanın və şərrimizdən qorusun inşallah. Amin. Esselamu aleykum və rəhmətullah. İmam Zaman ağanı salavat ilə yad edin. Allahumma salli ala Muhammed və